أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم وبه نستعين وهو خير ناصر ومعين أما بعد. Əziz müminlər, əziz müminə xanımlar, hər birinizi bu əzəmətli, mübarək bayram münasibəti ilə təbrik edirəm. Allah xanım Zəhra salamullahi əleyhanın şəfaətindən bizləri binəsib etməsin inşallah. Bu günləri İslam tarixinin ən əzəmətli və ən sevincli günlərindən biridir. Bəşəriyyətin xanımlarının seyyidəsi, hər iki dünya xanımlarının seyyidəsi, Peyğəmbərin əzizəsi, 11 imam anası xanım Zəhra salamullahi əleyhanın mübarək mövlud gecəsidir. Bu münasibətlə sərvərimiz, ağamız, İmam-ı Zaman Əccəlallahu Fərəcəhu Şərif olmaqla bütün dünya müsəlmanlarına, bütün haqq sevər insanlara, bütün əhl-i beyt sevər insanlara, bütün xanım Zəhra aşiqlərinə bu günü təbrik ərz edirəm. Bayramımız mübarək olsun inşallah. Xanım Zəhra salamullahi əleyhanın əzəməti bir həddədir ki, bəşərdə heç kim onun mədhin, onun əzəmətin ifadə eləyə bilməz. Öncəki məclislərimizdə də demişik ki, Allah Rəsulü xanımın barəsində buyurur ki, o Qədr gecəsi kimidir. Quran-ı Kərimdə buyurur ki, və ma ədraki ma leylətul qədr. Yəni, xanım Zəhranın heç kim dərk eləyə bilməz əzəmətin, çünki Qədr gecəsini dərk etmək mümkün deyil və xanım Fatimə Zəhranın barəsində də əziz Peyğəmbərimiz buyurur ki, elə Qədr gecəsi kimidir. Yəni, Qədr gecəsini kimsə dərk edə bilsə, xanım Zəhranı dərk eləyər. O zaman heç kim dərk eləyə bilməz. Mümkün qədər məsumların dilindən və Allahın Quran-ı Kərimdə xanım Zəhra salamullahi əleyhanı insanlara tanıtdırdığı qədəri ilə biz eləyə bilərik ki, xanımın barəsində bir neçə kəlmə danışaq, deyək. Bu günlər üçün bir təbərrük olsun, bayramlıq hədiyyə olsun. Həyatımız bağlansın məsumların tanışdığı ilə. Ümumilikdə hər gün bir iş mütləq görək ki, məsumlara bağlantımız olsun. Bu günləri bir iş görmüsən, bir yaxşı iş görmüsən, bir sədəqə vermisən, bir nəfərə kömək eləmisən, hər hansı bir yaxşı işin oldu, tez o işi saxlama özündə. Çünki bizdə qalanda yandıra bilirik o yaxşı əməllərimizi. Quran da buyurur da bunun barəsində, hər kim yaxşı əməllə gəlsə, mən cəə bil həsənə, demir ki, yaxşı iş görsə, yaxşı əməli qoruyub, saxlayıb, gətirib çatdıra bilsə axirətə. Ona görə də yaxşı bir iş gördük, özümüzdə saxlamayaq. Tez onu təhvil verək məsumlara. Niyyətinə günən ki, Allah, mən bunu hədiyyə elədim xanım Zəhra salamullahi əleyhaya. Qoy, onlarda əmanət qalsın yaxşı əməllərimiz. İmam Hüseyn əleyhissalama hədiyyə elədim. İmam Səccad əleyhissalama, İmam Əli Ən-Nəqi əleyhissalama hədiyyə elədim. İmam Cavad əleyhissalama hədiyyə elədim. Məsumların hamısı ilə bir rabitəmiz olsun. Həm bizim öz həyatımızda, ruhumuzda təsiri olacaq və həm də əməllərimizi sanki girovda saxlamış olacağıq. Məsumlara təqdim etməklə. Ona görə çox mühüm bir məsələdir. Həbəşistanın bir padişahı var idi. Əziz Peyğəmbərimizin zamanında Nəcaşi adında bir padişah idi. Qeyri bir müsəlman idi. Amma deyirlər, pis adam deyildi. Ədalətli idi öz cəmaatına qarşı. Nəcaşi bir məktub yazdı əziz Peyğəmbərə. Peyğəmbərimizə bir məktub göndərdi. Məktubu ehtiram əlaməti olaraq öz oğlu ilə göndərdi. Qasidlə göndərmədi. Öz oğluna verdi ki, Peyğəmbərə öz hörmətini bildirmək üçün. Dedi, apar, bu məktubunu çatdır. Oğlunun adı Əbu Nizə idi.
Nəcaşinin oğlunun adı Əbu Nizə idi. Əbu Nizə gəldi, məktubu təqdim elədi Peyğəmbərə. Bir az oturdu, Peyğəmbərlə həm söhbət oldu, aşiq oldu Peyğəmbərə. Aşiq oldu İslam dininə. Və orada Peyğəmbərin yanında kəlmə-i şəhadət gətirdi, İslamı qəbul elədi və qayıtmadı Həbəşistana. Üstündən illər keçdi. Atası xəbər göndərdi, dedi ki, yox, mən qayıtmaram da, burada mən Peyğəmbərin yanında, məhzərində qalacağam. Üstündən bir müddət keçdi, Nəcaşi öldü. İndi ki, Nəcaşi ölüb, Həbəş əhlindən neçə nəfər nümayəndə gəldi Mədinəyə. Gəldilər, dedilər ki, bəs Aton ki, dünyasını dəyişdi sənin, Atovun yeganə varisi sənsən. Gəlmişik sənin dalınca, səni aparaq, Həbəşdə padişah sən gərək olasan. Atonun yeganə oğlu sənsən. Dedi ki, mənə Həbəş krallığı lazımdır. Mən sərvətimi tapmışam, varidatımı tapmışam. Hər şeydən imtina elədi. Bu, balaca məsələ deyil, padişahlıqdan imtina eləyib ki, mən Peyğəmbərin dizinin dibində oturum, ona qulaq asın. Özünü Allah Rəsuluna bu cür bağlamışdı. Bu cür etiqad tapmışdı. Və qayıtmadı, imtina elədi Həbəş krallığından. Qaldı Peyğəmbərin yanında. Peyğəmbərin rihlətindən sonra deyirlər ki, Nəcaşi ailə qurmuşdu. Nəcaşinin oğlu Əbu Nizə ailə qurmuşdu. Bəqi qəbristanlığının yaxınlığında bir yer götürmüşdü özü üçün. Orada əkin-biçinlə məşğul idi. Tarla əkirdi, ailəsini onu ilə dolandırırdı. Bir müddət gəldi, quraqlıq düşdü. Bir müddət yağışlar yağmadı, heç bir şey əmələ gəlmir. Vəziyyəti çox çətinləşdi bunun. Durumu çox çətin oldu. Allah heç ailə başçısını bu cür çətin imtihan eləməsin. Bir gün padişah oğluydun, bu gün aylıq çörək tapmırsan verməyə. Bir gün deyirlər, Həzrət Əli əleyhissalam keçirdi oradan. Həmin yerdən ki, keçirdi, gördü, Əbu Nizə qəmgin oturub, yaxınlaşdı ona, dedi, axı, nədir bu, qəmgin səbəbi nədir? Dedi, ya Əmirül-Müminin, bilirsən də, mən gəlmişəm, buradayam. Amma yağıntı da yoxdur, vəziyyətim çətindir, quraqlıqdır, ailəmi dolandıra bilmirəm. Həzrət Əli əleyhissalam dedi ki, mən sənin üçün burada bir quyu qazıyaram. Bu quyu qiyamətə qədər su verər. Əkinvi də bu quyu ilə sulayarsan, bərəkət də tapar əkini. Həzrət Əli əleyhissalam bir quyu qazdıb hədiyyə elədi Əbu Nizəyə. Deyirlər, bundan sonra onun tarlası yaxşı bəhər verdi. Yaxşı bəhər verəndən sonra vəziyyəti düzəldi, ailəsinin təminatını düzəltdi. Müddət keçdi, indi Əbu Nizə özü ölüm yatağındadır. Çağırdı oğlunu. Tarixdə adı da keçib oğlunu. Dedi ki, Əli əleyhissalam bir dənə yaxşılıq elədi oğul bizə. Bir quyu qazıdı, bizə verdi, bizim dolanışığımız bunu ilə düzəldi. Amma mən onun yaxşılığının müqabilində heç bir iş görə bilməmişəm. Sənə tapşırıram, sənə tövsiyə edirəm ki, məndən sonra çalış onların xəcalətindən çıx. Sən də onların qulluğunda diyancına. Onlar bizə yaxşılıq eləyiblər. Oğlu bir söz dedi orada. Dedi, ata, Quran buyurur ki, mən cəə bil həsənə fələhu əşrə əmsalihə. Hər kim bir yaxşılıqla gəlsə, onun 10 bərabər mükafatı var. Ata, çalışaram ki, mən onların bu yaxşılığının müqabilini artıqlaması ilə verim. Çalışaram buna. İllər keçdi, Əbu Nizənin oğlu eşitdi ki, Peyğəmbərin balası Əli əleyhissalamın oğlu İmam Hüseyn Kərbəlaya gəlib. Gəldi, çatdırdı özünü Kərbəlaya. Tarix yazıb ki, Kərbəlanın ilk 4-5 şəhidləri ki var idi, birinci meydana getmişlər, onlardan biri idi. Özü icazə istədi, getdi meydana, döyüşdü və böyük şücaət göstərdi. Deyir, bədəni parça-parçadır, düşüb meydanda. İmam Hüseyn əleyhissalam gəldi başının üstünə. Başını qaldıranda bir söz dedi.
Dedi, ağa, siz bizə həmişə yaxşı olmusunuz. Aton Əmirəl-Müminin bizim boynumuzda haqq qoyub. Sizin xəcalətinizdən çıxa bildik. Canını verdi Əhl-i Beytin yolunda. Amma hələ özünü müəzzir bilir. Hələ özünü tam haqqı ilə əda eləmiş bilmir. Dedi, görəsən biz sizin haqqınızı ödəyə bildik. Ona görə çalışaq ki, həyatımızı Peyğəmbər və onun pak Əhl-i Beytinə borclu bilək həmişə və qataq. Bir əməllərimizlə. Hər gün bir yaxşı iş görək, nəysə bir gün ərzində bir salavatımız olsa da belə, bir salavat olsa, bir surə oxuyub hədiyyə eləmək olsa belə, hər gün bir vasitə ilə öz həyatımızı onlara bağlayaq ki, həyatımız onda bərəkət tapacaq bizim. Həyatın bərəkəti bundan ibarətdir. Xanım Zəhra salamullah aleyha bir şəxsiyyətdir. Əziz Peyğəmbər onun barəsində buyurur, لَوْ كَانَ حَسَنُ شَخْصًا لَكَانَ فَاطِمَةً. Birdən dünyanın bütün gözəlliklərini cəm eləyib bir insan istəsəydik, düzəldək. Hər insan görürsən bir yaxşı xüsusiyyəti var da, seçilir o yaxşı xüsusiyyəti ilə. İndi qərar budur ki, hər insanın bir yaxşı xüsusiyyəti, Allah nə qədər yaxşı xüsusiyyətlər yaradıb, bir nəfər düzəldək ki, bütün o yaxşı xüsusiyyətlər o adamda olsun. İstəsək belə bir insan düzəldək, Həzrət Peyğəmbər Əkrəm buyurdu ki, Ləkanə Fatimə, o şəxs olar qızım Fatimə Zəhra salamullah aleyha. Yəni, dünyada Allahın yaratdığı bütün gözəlliklər, bütün gözəl əxlaqi dəyərlər hamısı cəm olub xanım Zəhra salamullah aleyhadır. Ardınca bir söz dedi. Bəli hiyə əzəm. Dedi, yox, haqqın verə bilmədik xanım Zəhranı. Haqqın verə bilmədik. Bir insan düzəldi ki, bütün gözəlliklər onda cəm olub, deyək xanım Fatimədir. Dedi, yox, haqqın verə bilmədik. Bəli hiyə əzəm. Xanım Zəhra ondan da üstündür. Yəni, insanların dərkinin fövqündədir xanım Zəhra salamullah aleyhanın əzəməti. İnsanlar dərk eləyə bilməyiblər. Bugün də dərk eləyə bilməyiblər. Öz zamanında da dərk eləyə bilməyiblər ki, xanım Zəhra salamullah aleyha kimdir. فَإِنَّ فَاطِمَةَ İbnəti خَيْرُ أَهْلِ الْأَرْضِ اُنْصِرًا وَشَرَفًا وَكَرَامًا. Qızım Fatimə Zəhra salamullah aleyha, bəşərin ilk günündən sonuncu gününə qədər nə qədər insan gələr keçər, Həzrət Peyğəmbər Əkrəm buyurdu ki, cismani cəhətdən, şərəf cəhətdən və kəramət cəhətdən xanım Zəhra salamullah aleyha onların hamısından üstündür. Hamısından yüksək mərtəbədədir. Salavat zikirləyək Peyğəmbər alı Peyğəmbər canım. Allahümmə salli ala Muhammed və ali Muhammed. Öncə mövlud tədbirlərimizdə və şəhadət məclislərimizdə bu mövzuda mən yadımdadır, bir neçə məclis danışmışıq. Xanım Zəhra salamullah aleyhanın bu əzəmətlərinin səbəbi. Peyğəmbər Əkrəmin başqa qızları da var idi, başqa qohumları da var idi, başqa nəvələri də var idi. Niyə bu qədər xanım Zəhra salamullah aleyha əzəmətlidir? Deyirlər ki, Həzrət Yaqub əleyhissalamın da çoxlu olanları var idi, amma Həzrət Yusif fərqlənirdi onların içində. Həzrət Yusif daha əziz idi atası üçün. Səbəbi sadəcə bir evlad münasibəti deyil idi. Fərqli səbəblərdir. Peyğəmbər Əkrəm xanım Zəhra salamullah aleyhanın barəsində bir söz deyir. Bəz'atu minni və hiyə qəlbi və ruhi. Peyğəmbər Əkrəm buyurur ki, xanım Fatimə mənim bədənimin bir parçasıdır. Bəzi hallarda bu cür tərcüm olunur. Bəz'atu minni bədənimin bir parçası kimi tərcüm olunub. Daimdə bu cürdə məsələn çox vaxtda deyilib. Amma bu yanlış bir tərcümədir. Bəz'atu minni bədənimin bir parçası deməkdir.
Bütün ataların evladları onun bədəninin bir parçasıdır. Peyğəmbər Əkrəm buyurur ki, xanım Fatimə Zəhra salamullahi aleyha mənim bədənimin yox, mənim şəxsimin bir hissəsidir. Mənlə eyni qəlbdir və eyni ruhdur. Yəni, Peyğəmbər Əkrəm necə izah eləsin ki, xanım Zəhra salamullahi aleyha kimdir? Peyğəmbər Əkrəm necə izah eləməli idi ümmətə ki, xanım Zəhra salamullahi aleyha səhv eləyə bilməz? Necə başa salaydı bunu? Xanım Zəhranın məsumiyyətini ki, bəzən görürsən, həzm eləyə bilmirlər, qəbul eləyə bilmirlər. Bu, Peyğəmbər Əkrəmin kəlamları ilə açıq-aşkar zahir olur ki, mənim qızım Zəhra səhv iş görə bilməzdi. Onun məsumiyyətindən, onun əzəmətindən bu hasıl olurdu. Onun qərarları da düz idi, onun amalları da düz idi, onun düşüncələri də düz idi. Və sözümüz buydu ki, xanım Zəhra salamullahi aleyhanın əzəməti onun elə amalları və seçimləri ilə bu həddə gəlib yetişmişdi. Bütün insanlar tarix boyunda dünyaya gələndən insanlar dünyasını dəyişənə qədər daim seçimlərlə üzbəüz qalırlar. Dost seçəndə, ailə seçəndə, ev seçəndə, maşın seçəndə, paltar seçəndə həmişə biz seçimlərin qarşısındayıq. İnsanın dəyəri, insanın əzəməti onun seçimlərinə bağlıdır. İnsan seçərkən hansı amillərə diqqət eləyir? Bu çox önəmlidir. Bəzi hallarda yan təsirlər bizə təsir qoyur. Seçimlərimizdə belə təsir qoyur. Bəzi hallarda biz suyun teşnəsiyik, amma ilğımın dalıyca gedirik. Bəzi hallarda biz Allahın axtarışında yox, səhvən bütün dalıyca gedirik. Kənar təsirlər, kənar təbliğlər insanda əsər qoyur. Bir alimlərdən biri deyir, mən uşaq idim. Biraz nadinc uşaq idim. Atam, anam məni bir az tərbiyələndirmək üçün hər gün evimizin bir zirzəmisi var idi. Aparırdılar ora, məsələn, bir konfet qoyurdular. Mənə deyirdilər ki, sən ged gör sənin üçün bir şey gətirməyib. Mən düşürdüm, baxırdım, görürdüm ki, konfet var. Götürüb qaçırdım ata-anamın yanına, deyirlər, onu sənin üçün sıçan gətirib. Sabahsı gün deyirlər, görürdüm bir alma qoyublar orada. Bir gün gedirdim, görürdüm bir peçenli qoyublar orada. Hər gün mən düşürdüm, orada bir şey görürdüm. Mənə də deyirdilər ki, bunu sənin üçün sıçan gətirib. Bir ağıllı başlı sıçana bir məhəbbətim yaranmışdı. Başlamışdım sıçana bir sevməyə onu ki, bu nə yaxşı məxluqdur, hər gün məni üçün bir şeylər gətirir. Deyir, illər keçdi, zaman keçdi, mən böyüdüm. Böyüyəndən sonra başa düşdüm ki, sıçan əslində oğru heyvandır. Adamdan oğurlayar, heç vaxt adam üçün heç nə gətirməz. Bunu sonralar mən dərk elədim. Baxın, təbliğlərin əsəri insanda nə qədər oğrunu gətirir, adamı sevimli göstərə bilir. Ona görə insan seçimlərindən çox axtarış aparmalıdır. Çox axtarış aparmalıdır ki, bəzən sənə gəlib İslamın düşmənini dost kimi təqdim edirlər. Bunda insan çox diqqətli olmalıdır. Və bunun üçün də nə etməlidir? Haqqı batildən ayırmaq üçün həmişə məsumların yolunu izləməlidir. Məsumların qərarlarını izləməlidir. Məsumların izinə qədəm qoymalıdır. O halda insan nicat tapa bilər, insan xilas ola bilər. Əziz Peyğəmbər Əkrəm bir hədis nəql eləyir, hədisi qudsidir. Həmin hədisi qudsidə Allah Həzrət Musaya xitab eləyir. Peyğəmbər Əkrəm həmin hədisi danışır, deyir ki, Allah Həzrət Musaya xitab elədi
bu sözləri ona dedi. Ya Musa, sittətu əşya'i fi sittəti məvadiə və nasu yətlubunəha fi sittəti əşya fələm yəciduhu əbəda. Ya Musa, mən 6 şey var ki, onu 6 yerdə qərar vermişəm, amma insanlar onu fərqli yerlərdə axtarırlar. Buna görə də onu heç vaxt tapmayacaqlar. Bir qiymətli bir əşya burada məsciddə bir nəfər itirib, hamısı ona həyətdə axtaraq. Tapa bilərik? Heç vaxt tapamayacaqdır. Çünki o buradaydı, biz onu həyətdə axtarırdıq. Allah da deyir ki, mən bəzi şeyləri bəzi yerlərdə qərar vermişəm, amma insanlar onu səhvən başqa yerlərdə axtarırlar. İnni vəzə'tu rahətə fil cənnə və nasu yətlubunəha fid dunya. Mən rahatçılığı cənnətdə qərar vermişəm, amma insanlar səhvən onu dünyada axtarırlar və heç vaxtda tapa bilməyəcəklər. Nə qədər ayələr gəlir bizə deyir, nə qədər hədislər gəlir bizə deyir ki, dünya qəm-kədər evidir. Dünya dərd-bəla evidir. Dünyada rahatçılıq yoxdur. Biz ki, dünyada bunları axtarırıq, heç vaxt bunu tapa bilməyəcəyik. Biz bəzən düşünürük ki, məsələn, mənim pulum olsa, mən dünyada istəklərimi tapacağam. Həyatda nə qədər pullu insan var ki, hər şey var, amma yemək ixtiyarı yoxdur. Bəzi xəstəlikləri var, onun ucbatından yeyə bilmir. Baxır şirniyyata, yeyə bilmir. Baxır cürbəcür yağlı yeməklərə, yeyə bilmir. Rahatçılıq bu deyil. Ona görə həmişə Allahdan özümüz üçün afiyət istəyək və həyatımıza bərəkət istəyək. Çoxlu pul insanın həyatını əldə edə bilmir. Vəzifə insanın həyatını əldə edə bilmir. Vəzifəli insanın qorxusu daha çoxdur. O gecə 3 dəfə ayılır. Sən elə rahat yatırsan, bir durğudan olmasa zöhr namazına qədər durmarsan. İndi kimdə də aramlıq? Mömində də aramlıq, yoxsa dünyanın sərvətindədir, dünyanın bizim düşündüyümüz tərəflərindədir. Allah deyir ki, mən dünyada bunu qoymamışam. Dünyada axtarmıyorum. Bəzi insan var, hər şey var, görürsən evladı yoxdur. Bəzi insan var, Allah göstərməsin, evladı var, amma Allaha dua edir ki, kəş olmayaydı. Kəş olmayaydı. Evlad elə bir duruma gətirib, valideyni çatdırıb, deyir, kəş olmayaydı. Ona görə bizim axtarışlarımız yanlışdır, bizim baxışlarımız yanlışdır. Həzrət Əli əleyhissalam buyurur, darun bil bəlai məhfufə. Bu dünya bir bəlalar evidir. Bu bəlalar evi ilə əhatə olunub bu dünya. Burada rahatçılıq tapa bilməyəcəksiniz. La yəsməunə fiyhə ləğvən və la tə'thima. Harada tapa bilərik? O yerdə ki, orada nə bihuda söz var, nə bihuda bir şey var. O da cənnət evi. Yaxşı, bəs biz onda dünyanı yaşamayaq. Deyir ki, yox, dünyanı yaşayın. Sadəcə gözləntiniz dünyadan bu olsun ki, rahatçılıq olmayacaq. Çətinliklər həmişə olacaq. Problemlər həmişə olacaq. Bunu başa düşün, dərk edin, sonra da yaşayın. Sonra da həyat da qurun özünüz üçün. Amma gözləntiniz bu olmasın. Xanım Zəhra salamullahi aleyha bu dünyanı elə yaşadı. O çətinlikləri bilirdi var. Amma öz həyatını elə qurdu ki, o az ömrü ilə, 18 ili ilə İmam Həsən və İmam Hüseyn tərbiyə elədi. Xanım Zeynəb, Ümmü Külsüm tərbiyə elədi. Xanım Zeynəb salamullahi aleyhanı yetişdirən ana bu dünyadakı seçimlərinə görə belə evlad tərbiyə eləyə bildi. O düşünmədi, xanım Zəhra salamullahi aleyha düşünmədi ki,
Həsən və Hüseynsin mən necə eləyim, biraz sərmayə toplayım, qoyum. Biz bu cür düşünürük də. Özümüzə hələ günahlanmamışıq, fikirləşirik ki, evlada da bir ev alım, bir maşın alım, onun işini necə düzəldim, hardan həll edeyim. Ömür gedir, özümüz də gedirik, balalarımız da gedir, əldən gedir. Bir də ayırırıq ki, imanları yoxdur. Biz düşdük tədrisinin dalıca, biz düşdük karyerasının dalıca, işinin dalıca. Həqiqi məsələsi olan imanı getdi əlindən. Düz qəbul edin sözümü. Din demir təhsil verməyin. Evladın təhsili ilə ciddi məşğul olun. Amma sözü üçün hədəf təhsili olmasın. Təhsili də onun əxlaqına xidmət eləsin. Təhsili də onun imanına xidmət eləsin. Təhsili də onun faydalı evlad olmağına xidmət eləsin. Biz adətən evladlarımızın təhsilini də düşünürük ki, bu necə yaxşı pul qazana bilər. Bu cür də evlad tərbiyə edirik. Onları yönləndirəndə daha pul gətirə biləcək sahələrə yönləndiririk. Buna görə cəmiyyət bu cür bədbəxtliyə tərəf gedir. Xanım Zəhra salamullahi aleyhanın seçimləri bu idi. Allah-u Teala Həzrət Musa aleyhissalama xitabən buyurur: "İnni vəza'tu rəf'ətə və dərəcətə fit-təvadu və n-nasu yətlubunəhə fit-təkəbbür." Ya Musa, mən izzəti, mən böyüklüyü, mən əzəməti təvazukarlıqda qoymuşam. İnsanlar bunu təkəbbürdə, mənəmlikdə, özünü dartmaqda, özünü yuxarı tutmaqda axtarırlar və heç vaxt tapmayacaqlar. Heç vaxt tapmayacaqlar. Quran buyurur: وَمَنْ أَصْدَقُ مِنَ اللّٰهِ قِيلًا. Kim bəşərdə Allah mütəaldan daha doğru danışan ola bilər? Kimdir sizə bu şeyi təbliğ eləyən? Özümüzə deyirəm, mən xitab edirəm, özümüzə deyirəm. Bunu bizi kim təbliğ eləyir ki, özünü biraz yuxarı tut, özünü çox ucuz tutma, çox aşağı tutma. Bəli. Qeydim vururam. İslam deyir ki, izzətinizi aradan aparan işlər görməyin. Başqa bir məsələdir. Amma özünüzü təkəbbürlə aparını Allah deyir də, Allahdan düz danışan yoxdur ki. Allah deyir ki, hər kim başını uca tutsa, mən o başı əzəcəm. Əyəcəyəm o başı. Qoymayacam uzalsın. Amma hər kim təvazükar yaşasa, mən onu qaldıracağam, uzaldacağam. Mən onu tanıtdıracağam. Xanım Xədicə salamullahi aleyha Peyğəmbərlə ailə həyatı quranda Mədinənin, Məkkənin bütün zadəcan qadınları ona tənə elədilər. Dedilər, bu nədir? Sən zadəcansan Xədicə, sən bir dənə kasıb, heç bir şey olmayan bir kişi ilə ailə həyatı qurmaq istəyirsən. Xanım Xədicə seçimini görün necə edib. O, dünya pərəst adam olmadı. Peyğəmbəri seçdi. O zadəcanların nə varından, sərvətindən bir şey qaldı dünyada, nə öz adlarından bir şey qalıb dünyada, nə də balaları yoxdur bu dünyada. Nəsil nəcabətləri qaldı. Xanım Xədicə salamullahi aleyha seçimini etdi. Adı da yaşadı, qiyamətə qədər də yaşayacaq və balaları da yaşayır. Xanım Xədicə xanım Zəhranı dünyaya gətirdi. Xanım Zəhra 11 məsum imam dünyaya gətirdi. Bütün Məkkə, Mədinənin əşrəfləri elçi göndərdilər xanım Zəhra salamullahi aleyha. Artıq Peyğəmbərdir. Artıq bütün Ərəbistan yarımadasının böyücüdür, rəhbəridir. Hamı istəyir ki, onun yeganə bir qızı var, onun üçün elçi getsinlər. Xanım Zəhra salamullahi aleyhanın seçiminə baxın. Vaxt tutaraq mən o nümunələri istəmirəm çəkim ki, nə qədər mehriyyələr təqdim edirdilər xanım Zəhranın
ailə həyatı qurmağının müqabilində. Xanım Zəhra salamullahi aleyha hamısından imtina edir. Gəldi Əli əleyhissalamı seçdi. Əli əleyhissalamı seçdi. Bir dənə 8 illik ailə həyatı o qədər bir şirin ailə oldu ki, tarix gəlib keçib belə bir şirinlikdə ailə həyatı görmür. Mən bəzən görürsən bir söz gəlir, Allah gətirirdi adamın dilinə. Bir mübarək toyların birində idi, çoxlu ruhani qardaşlarımız var idi. Bir ağsaqqal, bir dəyərli ruhanilərimizdən də biri var idi. Orada bir söz təsadüf gəldi. Dedim, tarixdə belə bir evlilik yoxdur ki, hər iki tərəf məsum olar. İmam Həsən dizinin qırağında oturub, İmam Hüseyn körpədir qucağındadır, əl dəyirmanında da un üyüdür. Xanım Zeynəb də hələ körpədir, beşikdə də ağlayır, bilmir hansını çatdırsın. Həzrət Səlman gəldi Peyğəmbərin yanına. Dedi, ya Rasulallah, xanım Zəhra çox çətin bir durumdadır. Bəlkə ona bir köməkçi, bir kəniz verəsən, kömək eləsin. Peyğəmbər Əkrəm bir sözdür də xanım Zəhra salamullahi aleyhanın barəsində. Buyurdu ki, İnni ibnəti Fatimətə mələəllaha qəlbaha və cəvarihəha imanən və yəqin. Mənim qızımın bu şeylərə ehtiyacı yoxdur. Çünki onun bütün qəlbi, onun bütün vücudu, onun bütün canı, qanı, ruhi imanla yoğrulub. İmanla yoğrulub. Onun bu cür şeylərdə bir gözü yoxdur, onun bir təmənnası yoxdur. Ona görə o ailə şirin idi. Yeməyə bir şey tapmırdılar, amma ləzzətli həyat yaşayırdılar. Bugün ailələr hər şey tapırlar, amma ləzzət tapa bilmirlər. Rahatçılıq tapa bilmirlər, aramlıq tapa bilmirlər, rifah tapa bilmirlər ailələrdə. Çünki baxışlarımız yanlış oldu, çünki seçimlərimiz yanlış oldu. Ona görə deyirəm, qaydaq, öz həyatımızı bağlayaq nurani bir mənbəyə. O nurani mənbəyə bağlanmayana qədər həmişə çatışmamazlıq, həmişə nigarançılıqlar, həmişə narahatçılıqlar bizim ömrümüzü, həyatımızı, ailələrimizi sarsıdacaq. Və o nuraniyyət də ancaq pak Peyğəmbər ailəsidir. Ondan başqa bir yer deyil, ondan başqa bir yerdə də axtara bilmərik. Ardınca Allah Müteal Həzrət Musaya xitabən deyir, İnni vəzə'tul ğina fi qənaəti və nasi yətlubunəhə fi kisrətil uruzi və ləm yəciduhə əbədən. Mən, Allah Müteal buyurur ki, ғəni olmağı, varlı olmağı qənaətdə qoymuşdum. İnsanlar onu çox pul qazanmaqda axtardılar və heç vaxt tapmayacaqlar. Heç vaxt tapmayacaqlar. Əvvəldə qoy bunu qeydin vurum ki, bəzi hallarda biz qənaət bunu fikirləşirik də. Yəni, qənaət elə, neynə? Yəni, çox pul xərcləmədə qənaətçil ol. Əslində, o bizim düşündüyümüz qənaət deyil. O iqtisaddır. Qənaət qani olmaq sözündəndir, razı olmaq sözündəndir. Bir şey qani olmağa deyərlər, qənaət. O biz düşünən qənaət, bizim bildiyimiz qənaət o iqtisaddır. Adam yaşayışını bilməlidir, nəyi nə qədər hara xərcləsin. Qənaət, yəni insan Allahın verdikləri ilə razılaşa bilsin. İnsan ki, başladı Allahın verdiklərilə razılaşmağa, həyatı şirinləşəcək. Olacaq dünyanın ən varlı adamı. Az pulu ilə də keyflə yaşayacaq. Balaca evində də ləzzətli yaşayacaq. Olmayanda da ailəsi ilə bir pendir çörəyi şirin-şirin yiyib keyfini çıxardacaq. Varlı baxacaq, ona narahat olacaq. Bir dəfə danışmışdıq onu, indi dəqiq yadımda qalmayıb, hansı padişahın mətbəxtində bir işçi var idi bir.
xidmətçisi var idi. Bir gün baxdı vəzirinə, gördü ki, bu əcəb ləzzətli yaşayır. Görsən, həmişə o kasıbın o sevincində də bunların gözü olur, ləzzətində də bunların gözü olur. Baxdı, dedi ki, axı mən bu qədər sərvətim var, varım, dövlətim var, hüquqlar hamısı mənim əlimdədir. Mən bunu kimi sevincli bir həyat yaşayamıram da. Bu əcəb ləzzətli yaşayır. Halbuki mənim kuxnamın, mətbəxtimin artıqları ilə dolanır, ailəsi də özü də. Necə olur bu cür? Vəziri ilə məşvərət edirdi. Narahat idi ki, bu ne üçün belə keyflə yaşaya bilir? Vəzir dedi ki, padişah sağ olsun. İstəyirsən, onun keyfini alım onun əlindən. Dedi ki, mən üçün maraqlıdır da. Görək necə olar. Dedi, bir kisə qızıl ver mənə, padişah sağ olsun. Adətən o kisələrin də içində deyirlər, həmişə qayda buydu, 100 dənə qızıl pul olarmış. İçindən birini götürdü, bunu atdı o həmin xidmətçinin çantasının içinə. Axşam gəldi evə, bu xidmətçi indi ailəsi ilə oturub, o bir tikə yavanlıq çörəyini şirin-şirin yiyib, keyfini çıxardacaqdı. Sumkasını açanda gördü ki, içində bir kisə var, açdı kisəni saydı, gördü 99 dənə qızıl pul var. İndi ilan vuran yatar, bu yatanmır. Bunu dərd-sər götürüb ki, axı kisədə 100 olurdu, bunun biri hardadır görəsən, harda salmışam, harda itirmişəm. 99 dənə qaldı qıraqda. Elə dərd götürdü bunu bir dənə dərdi. Səhəri gözü diri açdı bu. Səhər gələndə padişah gördü bunun gözləri şişib, kefi yoxdur. Çağırdı bunu yanına. Nə məsələdir soruşdu. Hadisəni danışdı, vəzir güldü. Dedi, padişah sağ olsun, görürsən, bu dünyanın işi budur. Biraz çox gəldi adama, çox narahat eləyəcək. Hele 100 qazananda deyirsən, niyə bunu 500 eləyə bilmədim? 500 qazanırsan, deyirsən, bunu ne üçün mən 1000 eləyə bilmədim? Bu paska tamam olmadı, bu paska tamam oldu, obru paska tamam olmur. Bir evi orada alır, obrisini orada başlayır tikməyə. Obrisini tikməyə başlayanda fikirləşir, filan yerdə də bir dənə torpaq alım. Onu da alım, bunu da alım, bir də görür, qoydular. 2 metrlik bir qəbrin 12 metrlikdə bir parçanın içine. Qutardı məsələ, bitdi. Dünyanın dadı da etdi insansın. Həyatın ləzzəti də etdi insansın. Ahirətdə də bir şey qazana bilmədi. Elə sərgərdan oldu bu dünyanın işlərinin içində. Ona görə Allah deyir ki, bəndəm, mən dünyanı qənaətdə qoymuşam. Varlılığı, o ləzzətli yaşayışı qənaətin içində qoymuşam. Onu çox pul qazanmaqda axtarma. Heç vaxt tapmayacaqsan. Milyardlar tapanlar tapa bilmədi o yaşayışı. Milyardları var, hamınız görürsünüz. Milyardları var, amma həyat ləzzətləri yoxdur. Mən əminliklə deyirəm, hansınız gedib görmüsünüzsə, onun əvəzindən mən and içib deyərəm bu sözü Peyğəmbər mənbərində. Bir dəfə Məsum ziyarətinə getmisən, ha? Kərbəlaya getmisən bir dəfə, Məşədə getmisən. And ola Allaha, o ləzzət ki, sən orada yaşamısan, tapmısan, onu dünyada heç kim tapmayıb. Milyonu olub, hər yeri gəzib, amma o ləzzəti tapmayıb. Buna hamınız təsdiq edirsiniz. Bahalı bir ləzzət deyil ki, amma mənəvi bir ləzzətdir. Onu heç yerdə tapmaq olmur. Və onu hər kəs də tapa bilmir. Bu ləzzətlərin qədrini bilək. Çox demişəm, bu hədisi bir də yeridir, təkrar edeyim. Bir nəfər gəlmişdi İmam Sadiq əleyhissalamın yanına. Hədisimiz qalsın inşallah, bir başqa vaxt oxuyarıq. Bir nəfər gəlmişdi İmam Sadiq əleyhissalamın yanına. Dedi ki, ağa, mənə cənnəti tərif elə. Cənnət necə olacaq? Həzrət İmam Sadiq əleyhissalam baxdı üzünə. Dedi ki, sən elə cənnətdəsən də xəbərin yoxdur ki. Sən imamının yanında oturmuşsan, sən cənnətdəsən. Sən ki, gedirsən İmam Hüseyin əleyhissalamın hərəmində oturursan, sən cənnətdəsən. İmamının yanındasan.
Sahibinin yanındasan, böyüyün yanındasan. Orada dərdlərin çıxır yadından. Orada problemləri unudursan. Orada bir ləzzət aparır səni ki, o ləzzəti də heç kimə izah eləyə bilmirsən. Ona görə bu məsumlara həyatımızı bağlayaq. Onların məclisləri də cənnət əzizlərim. Bugün cənnətdəsən, sən gəlmisən, oturmusan. Xanım Zəhra salamullahi əleyhanın adına bir məclis qurulub. Bu cənnətdir. Bəlkə bilmirik, bəlkə başa düşmürük. Amma nə gözəldir ki, eşitmişik də filankəs toyləyir, məni də çağırıb, böyük adamdır, qaça-qaça hazırlaşıram, gedirəm. Ki, filankəsin məclisində mən iştirak elədim. Camaat gördü, mən onun məclisində iştirak elədim. Bugün səni, məni Allah gətirib aləmlərdə, bəşərdə ən üstün şəxsiyyətin məclisində, ad günündə, mövludunda iştirak eləmək nəsib edir. Belə cənnətdir. Belə dünyanın ən böyük neymətidir Allah bizə bəxş edib. Bu neymətləri dəyərli bilək, bu neymətlərin qədrini bilək, bu neymətlərə ciddi yanaşaq. Bu neymətlər əldən gedər bir gün, insan onu tapa bilməz. Allaha and verək izzətinə, cəlalına, əzəmətinə. Allah mütəal bizləri Əhl-i Beyt qapısında qocaldıb, Əhl-i Beyt qapısında xidmət eləyib, Əhl-i Beyt qapısında öldürsün inşallah.